Bu gün İslam dünyasının sərhəddi Qəzza zolağındadır. Bu gün İslam dünyasının nəbzi Qəzzada vurur. Onlar küfür, tağut və müstəkbirlər dünyasının və Amerikanın qarşısında dayanıblar. Onların müqabilində olan təkcə Siyonist rejim deyil. Amerikanın prezidenti Siyonist olduğunu açıq-aşkar etiraf edir. Düz də deyir. Çünki Siyonistlərdə olan xəbislik elə onda da var. Siyonistlərdə olan çirkin hədəflər elə onda da vardır. Fələstinlilər belə varlıqların müqabilində dayanıblar. Biz nə edəcəyimizi yaxşı bilməliyik. Bugün ən mühüm məsələlərdən biri agah bəxş edən bir mücahidin hansı məsələni insanlara çatdıra bilməsindən agah olmasıdır. O günün əsas məsələlərindən agah olmalı və həmçinin hansı məsələlərə agahlıq gətirməli olacağını da bilməlidir. Bugün siz Qəzza məsələlərinin üstün açmalısınız.